Hamamdan çıxıram, dezodorant püskürdürəm, amma yenə də qolumun altı sel kimi tərləyir, tərimdən də üfunət iyi gəlir. Elə bir bu dəqiqə çimib, duş alıb çıxan mən deyiləm. Qardaş, sən də beləsinsə diqqətlə qulaq as. Çünki bu tamamilə normal bir prosesdir. Bədəndə olan tər bezləri sadəcə maye ifraz eləmir. Bu maye xüsusən də proteinli və duzlu mayedir. Bu maye də ifraz olunduğu zaman bədənin bütün hissələrində bakteriyalar sürətlə çoxalmağa başlayır və bu bakteriyalar da dözülməz qoxu yaradır. Paltarlarda iz saxlayır, xüsusən o ağ izlər. Bəs bu problemdən bir dəfəlik necə qurtulmaq olar? Axı biz antiperspirantlar istifadə edirik, faydası yoxdur. Mənim sizə bir əczaçı kimi tövsiyəm var. Amma əvvəlcə ekrandakı ürəyi qızart və bu videonu qayd elə. Yaxınlaşırsan videonun altında qeyd etdiyim apteklərə Ekodrey sprey əldə edirsən. Bu sprey istifadə edildiyi zaman tərkibindəki bitki ekstraktları xüsusən də bakteriyaların məhv eləyərək tər və tərin yaratdığı pis qoxunu tamamilə önləyir. Üstəlik universaldır. Ailənin bütün üzvü rahatlıqla istifadə eləyə bilər. Məhsulun ən üstün cəhəti dəfələrlə duş almağımıza baxmayaraq öz effektin 5 gündən 15 günə qoruyub saxlamasıdır. Videonun altında qeyd etdiyim apteklərdən əldə eləyə bilərsiniz və yaxud da bizə müraciət edib çatdırılmamızdan yararlana bilərsiniz. Bu videonu aşırı tərləyən dostunuzla mütləq paylaşın və məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bol olanlar hər zaman sağlam qalasınız.